Salam dəyərli izləyicilərim, kanalıma xoş gəldiniz. Bir müddət əvvəl insult keçirən xalq artisti Fatma Mahmudova uzun müddət sonra efirə çıxıb. Axşam nöqtəsi xəbər verir ki, aktrisa tarixin bir günü verilişinə gəlib. Səhhətindən danışan Fatma Mahmudova yaxşı olduğunu, artıq yeriyə bildiyini deyib. Allahımdan çox razıyam. Mən o dünyadan gəlmişəm, 2 ay burada yox idim. Bugün yaşayıramsa bunu Allah edib. Bəlkə kiməsə yaxşılıq etmişəm. Heç bir verilişə gedə bilmirəm. Hər şey illərdir üst-üstə yığıldı. 1991-ci ildə ağır qəza keçirmişəm. Terrorun ilk qurbanı mən olmuşam. Gəncənin girişində avtobus partlayıb, içində mən olmuşam. Bunlar indi bir üzə verdi. Yaxşı ki belə oldum. Belə olmasaydım insanları tanımazdım. Çox adamı kəşf etdim. Qeyd edək ki, Fatma Mahmudova ötən ildə insult keçirmişdi. Aktrisa uzun müddətdən sonra səhhətini düzəldiyini demişdi. O yanvarın 29-da yenidən insult keçirib və xəstəxanaya yerləşdirilib.